Salam arkadaşlar, birdən Riyaziyyat YouTube kanalına xoş gəlmisiniz. Bu dərs videosunda ədədin kəsr hissəsinin tapılmasına baxacağıq. Əvvəla qeyd edim ki, bu video 9-cu dərs videosundan alınmış bir hissədir. İstəsəniz ədədin standart şəkli və ədədin moduluna da o dərs üzərindən baxa bilərsiniz. Keçək dərsimizə. Kəsr hissəsinin tapılması biraz fərqli üsulla istək edirlər, amma sən ən asan usulunu deyim də, heç fərqli bir üsula da ehtiyacımız yoxdur. Bu məsələ üzərindən tapaq da kəsr hissəsinin tapılmasını. Bunda sadəcə kök altına baxırıq. İfadəmiz nədir? 28 çıxıl, kök altı 28 çıxılsın 8. Baxın, burada heç əlləşməyə yoxdur, nə bilim, kök altı 28 neçənin arasında yerləşir falan filan. Sadəcə baxın, kök altında 28 nədir? Baxın, altda da yazın. Təqribi 5 tamamda neçə? Çünki kök altı 25-dən böyükdə, düzdür? Demək ki, bunun kəsr hissəsi nə olacaq? Elə kök altında 28 çıxılsın 5. Bu qədər sadə, heç nə bilim, ay neçənin arasında yerləşir, onlardan 8-i çıxaq sonra indi bunu çıxaq yəndə falan filan ehtiyac belə yoxdur. Sadəcə qutardı. 5 tamamda neçə deyil? Kəsr hissəsi demək ki, kök altı 28 çıxılsın 5. Və yaxud bir başqa ədəd deyim. Bu olsun 9 çıxılsın kök altı 29. Bu biraz fərqli olsun. Kök altı 29 neçədir? Təqribi yenə 5 tamamda neçə deyil? Onda demək ki, 6-dan çıxacaq da. Çünki bundan kiçikdir. Kök 29 6-dan kiçikdir. Demək ki, bunun da kəsr hissəsi neçə olacaq? 6 çıxılsın kök 29. Yəni bu qədər sadə. Nə bilim, böyük işlərə girişim, çox zəhmət çəkim ehtiyac yoxdur. Sadəcə bunu eləyin, çıxsın, getsin.